Deməli, fən idarə etmək çoxdur. Mövzu idarə etmək sistemində xərclər və gəlirlər onların təsərrüfatıdır. Maya dəyəri müəssisə tərəfindən məhsulun, iş, xidmətin istehsalı, satışına çəkilən xərclər öz əksini maya dəyərində tapır. Maya dəyəri məhsulun istehsalı və satış prosesində istehlak olunmuş təbii ehtiyatların istifadə edən aktivlərin dəyərinin, əməyinin ödənilməsinə çəkilən xərclərin pul və ifadəsidir. Maya dəyəri sintetik iqtisadi göstəricidir. Özündə istehsal, maliyyə, təsərrüfat fəaliyyətinin bütün tərəflərini əks etdirir. Onun səviyyəsi, məbləği bilavasitə məhsul satışından əldə olunan, necə deyərlər, mənfəətin həcminə təsir edir. Buna görə də məhsulun maya dəyərində sistematik olaraq aşağı salınması, mənfəət həcminin artmasının bütövlükdə müəssisə maliyyə vəziyyətinin mükəmməlləşdirilməsinin mühüm faktorudur. Maya dəyərinin səviyyəsi, maya dəyəri sintetik iqtisadi göstəricidir. Özündə istehsal, maliyyə, təsərrüfat fəaliyyətinin bütün tərəflərini əks etdirir. Onun səviyyəsi, məbləği bilavasitə məhsul satışından əldə olunan mənfəətin həcminə təsir edir. Xərclər hesabat dövrü ərzində aktivlərin kənarlarını və ya azalması, yaxud öhdəliklərin artması şəklində iqtisadi faydaların azaldılmasıdır ki, kapitalın mülkiyyətçiləri arasında bölüşdürülməsi ilə əlaqəli olmayan azalmasına gətirib çıxarır. Xərclərin tanınması, xərclər mənfəət və zərər haqqında hesabatda o zaman tanınır ki, aktivlərin azalması yaxud öhdəliklərin artması ilə iqtisadi faydanın azalması baş vermiş olsun. Azalma özünün kəmiyyəti isə etibarlı şəkildə ölçülə bilsin. Xərclərin bölüşdürülməsi, ümumiyyətlə bölüşdürülməsinə baxanda iki qrupa bölünür. Xərclər deməli, əsas xərclərə, sahib xərclərə bölünür. Gəlirlər də əsas gəlir, sahib gəlir bölünür. Əsas xərclər müəssisənin adi fəaliyyəti zamanı yaranan müxtəlif başlıqlar altında cümlədən elementlər, funksiyalar üzrə təsirləşdirilən xərclər kimi müəyyən edilir. Sair xərclər müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclər kimi müəyyən olunur. Xərclərin təsərrüfatı barədə ümumi anlayış onların məqsədlərindən danışanda xərclər maliyyə şoku sistemində iki təsərrüfat əlaməti üzrə qruplaşdırılması müəyyən edilmişdir. Yəni, məzmunu və xərclərin funksional təyinatı üzrə. Lakin həmin təsərrüfat kənar istifadəçilər üçün müəssisənin maliyyə nəticələri barədə informasiya verir və onların müvafiq qərar qəbul etməsi üçün də zəruridir. Xərclərin təsərrüfatına çəkilən obyekti müəyyənləşdirir. Xərclər ayrı-ayrı təsərrüfat növlərində mövcuddur. Bunlara relevant və qeyri-relevant xərclər aiddir. Relevant xərclər qəbul edilən qərarlardan asılı olaraq dəyişən xərclərə deyilir. Başqa sözlə, xərclərin dəyişilməsi qərarların alternativ qərarlarla müxtəlif olan gələcək pul axımlarıdır və onlar da 3 kateqoriyaya əməl edilməsi lazımdır. Gələcəyə aid edilməlidir, pul axımları olmalıdır, alternativ qərarlar üçün fərqləndirilməlidir. Daimi və dəyişən xərclərə baxanda, xərclər daimi və dəyişən xərclərə bölgüsünün başlıca kriteriyası onların həcm göstəricisindən asılı olmamasıdır. Daimi xərclər o xərclərə deyilir ki, onlar istehsal həcminin ya da istehsal güclərinin yüklənməsinin səviyyəsinin dəyişilməsindən asılı deyildir. Dəyişən xərclər istehsalın həcminə birbaşa mütənasib olaraq artır. Xərclərin təsərrüfatı optimallaşdırılması üzrə hesablamaları, mənfəət həcminin maksimallaşdırılması, xərclər həcminin minimuma endirilməsi konsepsiyası, əlverişli qiymətlərin və qiymət siyasətinin direkt kosting və standart kost sistemlərinin marjinal gəlirinin deməli hesabatda tərtib edilməsinin əsasında durur. Müstəqim və qeyri-müstəqim xərclər var ki, məhsulun
iş və xidmətin maliyyə dəyəri daxil edilməsi üsuluna görə xərclər müstəqim və qeyri-müstəqim xərclərə bölünür. Müstəqim xərclər o xərclərə deyilir ki, onlar konkret növ məhsulun istehsalı, yerinə yetirilən və xidmətlərin göstərməsi ilə əlaqədar olur. Həmin xərclər onların maliyyə dəyərinə birbaşa daxil edilir. Qeyri-müstəqim xərclər dedikdə bütövlükdə bir neçə məhsul növünün istehsalı üçün ümumi olan xərclər başa düşülür. Həmin xərclər məhsul növlərinin maliyyə dəyərini bölüşdürmək daxil edilir. Tənzimləyən və tənzimlənməyən xərclər də vardır. Tənzimlənmə dedikdə xərclərin hər hansı bir maddəsinin konkret icrası tərəfindən nəzarət oluna bilməsi başa düşülür. Səviyyəsinin icrasının təsir göstərə bilmədiyi xərclər tənzimlənməyən xərclər kimi qəbul edilməkdədir. Bunlara eksogen və texnogen hadisələrlə bağlı itkiləri də göstərə bilərik. İstehsal və qeyri-istehsal xərcləri də mövcuddur ki, bunlar da funksiyanal təyinatından, xərclərin funksiyanal təyinatından asılı olaraq təsdiqləşdirilir. İstehsal xərcləri adətən istehsal müəssisəsinin bölmələri, sexləri, sahələri, funksiyanal qurumları üzrə olan xərclərdir. Müstəqim xərclər müstəqim material xərclərinə, müstəqim əmək haqqı xərclərini misal göstərə bilərik. Müstəqim material xərcləri son məhsul istehsalı üçün bilavasitə istifadə edilən, onun fiziki əsasını yaradan xammal, material, yarım fabrikat və s. oxşar resursların dəyəri kimi başa düşülür. Məsələn, paltarların tikilməsində əsas vasitə parça, çörəyin bişirilməsində vasitə un kimi bunlar müstəqim material xərclərinə aiddir. Müstəqim əmək haqqı xərcləri isə bilavasitə istehsalatda çalışan işçilərin əmək haqqısına əlavələr şəklində aldığı haqlardır. İstehsal qaymə xərcləri istehsalla əlaqədar digər xərclər daxildir ki, belə xərclər bəzən fabrik, zavod qaymə xərcləri də adlandırılır. Deməli, bu xərclərin də özünü, yəni istehsal qaymə xərclərinin özündə 3 yerə bölmək olur. Köməkçi material xərclərinə, dolayı əmək xərclərinə, dolayı fabrik, zavod xərclərinə də daxildir. Qeyri-istehsal təyinatlı xərclər, administrativ xərclər, elmi tədqiqat xərclər, qeyri-istehsal obyektlərin saxlanılması ilə çəkilən xərclər aiddir. Alternativ xərclər deyəndə istifadə edilməmiş imkanlar üzrə xərclərdir. Əgər iki hərəkət, fəaliyyət seçmə imkanı varsa, onlardan yalnız biri seçilirsə, bu digərinin baş verməsi istisna edir və bu da əldə edilə biləcək faydanın itirməsi ilə bağlıdır. Alternativ xərclər biznes üzrə qərarları qəbul edilərkən daxilən əksər situasiyalara xərcdir. Differensial xərclər iki alternativ qərarın müzakirəsi zamanı xərclərin fərqlənən kəmiyyəti yaxud məbləğidir. Marjinal xərclər bir əlavə məhsul istehsalı ilə əlaqədar yaranan xərclərdir. Məhsul buraxılışının artması müəssisədə marjinal xərcləri azaldır. Məhsul iş xidmət istehsalı üçün istifadə olunan istehsal ehtiyatlarına çəkilən xərclərdən danışanda biz burada aşağıdakı xərclərə aid etmək olar. Material resursların əldə edilməsi ilə əlaqədar nəqliyyat tədarük xərclərini, bilavasitə material resursların satın alınması ilə əlaqədar xərclər, materialın istifadəyə hazırlanması ilə əlaqədar digər xərclər də bura aid edilir. Və eyni zamanda material resursların əldə edilməsi ilə əlaqədar xərclər amortizasiya xərcləridir, maddi təmizlik təchizat şöbəsinin kontrollarının saxlanması və digər xərclər də bura aid edilir. Məhsul iş xidmət istehsalına çəkilən xərclərin də tərkib və təsnifatına baxanda burada bilavasitə məhsul istehsala bağlı olan xərclər var ki, material məsrəfləri və əməyin ödənilməsinə çəkilən xərclər aiddir. Bura əmək haqqı xərcləri, istehsalın hazırlanması xərcləri, təbii xammallardan istifadə ilə əlaqədar xərclər aiddir. İxtisarlar və səmərələşdirici təkliflərlə əlaqədar xərclərdir. İstehsalın idarə olunması ilə əlaqədar xərclər və s. daxildir. Texniki tərtib vasitələrin saxlanması, onlara xidmət göstərilməsi üzrə xərclər də var. Hesablama mərkəzləri, rabitə qovşaqları aiddir.
Auditor informasiya və məsləhət xarakterli xidmətlər də ödənişlər də bura aiddir. Ümumi istifadədə olan sərnişin nəqliyyatın xidmət etmədiyi istiqamətlərdə işçilərin iş yerinə və geriyə daşınması üzrə xərclər də bura aid edilir. Qanunvericilikdə nəzərdə tutulmuş məhsulun satılması ilə əlaqədar olan xərclər qablaşdırma, saxlanma, yüklənmə, daşınma xərcləridir. Bu xərclərin tərkib hissələrinə aiddir. Satış prosesləri və əlaqədar xərclərin tərkib və təsnifatına baxanda, yəni birbaşa satış prosesi ilə əlaqədar olan xərclərdən burada söhbət gedir. Məhsul istehsalı yalnız satışı burada əhatə olunur. Komisyon haqlar məhsul satışında müəssisəyə vasitəçilik edən köməklik göstərən bu cür müəssisə və təşkilatlarda ödənilməli məbləğdir. Reklam xərcləridir. Son dövrlərdə bu daha çox populyar olmuş xərclərdəndir. Məhsulların idarə olunması ilə bağlı xərclərin tərkib və təsnifatı, məhsulların idarə olunması ilə bağlı xərclər ölkəmizin uçuş sistemində ənənəvi olaraq ümumi təsərrüfat xərcləri adı altında planlaşdırılır və inzibati xərclər kimi ifadə olunur. Operativ, taktiki və strateji qərarların qəbul edilməsi ilə əlaqədar xərclərin təsnifatında relevant, bir də qeyri-relevant xərclər var ki, relevant xərclər konkret idarə etmə qərarlarını qəbul edilərkən olan xərclərdir və qeyri-relevant xərclər rəhbərlik informasiyaları ilə yükləyir. Sonra burada proporsional, progress xərclər, degressiv xərclər, regressiv xərclər, remoment xərclər də var. Hər birinin açıqlamasında slaydda göstərmişəm. Çevik xərclərdir, daimi xərclərdir, qarşı xərclərdir, ümumi və orta xərclərdir, alternativ xərclərdir, differensial xərclər də bu, necə deyirlər, xərclər kateqoriyasına aiddir. İdarəetmə uçuş sistemində xərclərin qiymətləndirilməsi material xərclərinin pul ifadəsində kəmiyyəti istehlak vahidinə sərf edilməsinin miqdarından və qiymətindən asılıdır. İstehlak olunan yaxud sərf olunan material resurslarının miqdarını 3 əsas metoddan biri ilə müəyyən etmək olar. Artan yekun metodu, retrograd metodu, bir də inventar metodla, necə deyirlər, xərclərin qiymətləndirilməsi var ki, artan yekun metodu bu zaman istehlak material resurslarının hesabat dövrü ərzində miqdarlı materialların sərfini əks etdirən cədvəllərdə müəyyən olunur. Retrograd metodda istehlak edən material resurslarının miqdarını məhsul vahidində norma üzrə düşən materialların sərfini ilə müəyyən etmək olur. İnventar metodda material resurslarının sərf edilmiş miqdarını inventarizasiyasına aparmaqla müəyyən olunur. Qiymətləndirmədə danışanda, qiymətləndirmə məhsulun maliyyə dəyərinə daxil edilən material resurslarının dəyərindən geri qaytarılan tutulmaların dəyərindən çıxılır. Həmin tullantılar iki cür qiymətləndirilir. Material resursunun ilkin dəyəri yaxud ondan aşağı məbləğdə mümkün satış qiymətləri ilə və birinci qiymətləndirmə qaydası tullantıların müəssisədə təkrar istifadə edə biləcəyi halda tətbiq edilir. İkinci qiymətləndirmə qaydası material resursları üzrə tullantıların satılması nəzərdə tutulduğu və bunun üçün müvafiq bazarın yaxın mövcud müştərinin olması halında tətbiq oluna bilər.